Bir daha Peygamber ve Ehl-i Beyt aleyhisselam, şuhada-i Saray Kerbela, gelen azizler biri diğerinin envatıyla salavat zikretsin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve adzil feraccahum. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve yut'imuna ta'ama ala hubbihi miskinen ve yetimen ve asira. İnnemâ nut'imukum li vechillah la nuridu minkum cezaan ve la şukura. Sadakallahul aliyyul azim. Azizler, Kur'an-ı Kerim'den 76. sure İnsan suresidir. Ona Dahr da deyirlər. Allah Teala burada bize buyurur ki, özleri istediği halda yemeğe möhtacdır, ihtiyacı var yemeğe. Ancak yoksula, yetime ve asire öz yemekleri verirler. Yani onları yedirderler. Sizi ancak Allah üçün yedirdirik. Sizden ne bir mükafat, ne bir teşekkür isteyirik. Allah bu ayada bize ihsan vermek hakkında cemaat, yani Kur'an-ı Kerim'de kasıba yemek verme hakkında deyir. Bilenler bilir, Ali Aleyhisselam oruç tutup nazir etmişti. Naziri Allah yerine getirip oruç tutmuştu. 3 gün, birinci günü akşam iftarı açanda kapı döyülür. Bir kimsen buyurur ki, ben bir miskinem, yani yoksulam. Bana yemek ver acam. İmam Ali özü ihtiyacı var yemeğe, ancak yemeğini o kapıya gelen kasıba verir. İkinci gün orucu tutur, kapı döyülür. Kimsen? Deyir ki, ben bir yetimem, ihtiyacım var yemeğe. İmam Ali iftarın, yemeğin ona verir, özü kalır aç. Yani suyla vesaire tamamı açır. Üçüncü gün oruç tutanda yine kapı döyülür iftar vakti. Kimsen? Deyir, ben bir əsirəm. Ne istəyirsən ben acam. Ali Aleyhisselam öz çöreği yemeğini ona verir. Allah Teala bu yaxşı işi Kur'an'da bize bayan edip Peygamber Aleyhisselam'a gönderip ve buyurur ki, onlar öz nazirlerine sadıktılar. Verdikleri sözü yerine getirerler. Ahdin özü ac olan vakti yemeği kapısına gelenlere vererler. Bak, bu aya bize gösterir ki, değerli meclis ehli, Hazreti Ali şanine nazil olup ve Ali'nin evinde yoldaşı Fatime Zahra, oğlu Hasan ve Hüseyin de öz yemeklerini o kasıblara veribler. Allah da bir daha arz edin buyurur, onlar Allah sevgisi için yemeği yoksula, yetime, esire vererler, onları yedirderler ve diyorlar, sizi yalnız Allah rızası için yedirdirik. Sizden ne mükafat ne de bir teşekkür istemirik. Biz kıyamet gününün korkusundan, o müthiş günden üzü ağ olmak için, elə deyim, ahiret saadetine yetişmek için biz öz malımızdan siz kasıblara veririk. Yani bugün Əhl-i Beyt Aleyhisselam değerli meclis ehli. Həmişə yaxşı işler görüblər, ihsanat veriblər. Yani kasıba, küsüba yedirdiblər, sadaka veriblər. Onların bütün çətinliklərindən kömək ediblər. Bəqara surasında da, Bəqara surası 2. suradır. 177. ayada Allah buyurur, Allah
sevgisi üçün öz malını Allah üçün siz yetimlərə, yoxsullara, qohumlara, yolda qalanlara, əl açanlara verin. Bu ayədə Allah Teala bizə bildirir ki, yəni ehsan edin, səxavətli olun. Və ehsanın, səxavətli əhl olmağının savabı nə qədər böyükdür bizə bildirir. Bəqərə surəsi 261-ci ayədə Allah buyurur, Allah yolunda mallarını xərcləyənlərin misalı 7 sünbül bitirən bir toxum ona bənzər. Yəni bir buğda toxumu atırsan, bir dənə gilənin üstündə 7 sünbül bitir. Hər sünbüldə 100 dənə olur. Birin üstündə 700 verən Allah buyurur ki, mənim yolumda kasıb bəndələrə siz yedirtsiz, kömək eləsiz, malınızı o cür artırır. Yəni burada da Allah ehsanın nə boyda qat-qat savab olduğunu bizə bildirir ki, sən etdiğinin mən savabını qat-qat artıraram. 3-cü surə əziz cəmaatımız Ali İmran surəsində 92-ci ayədə Allah buyurur, sevdiyiniz şeyləri infaq etməyincə yaxşılığa çatmazsınız. Yəni bugün hər bir insanın sevdiyi nədir? Puldur, maldır, dövlətdir, candır, övladdır, sərvətdir, rütbədir. Buyurur, bunları infaq etməyincə Allah yolunda yaxşılığa, saadətə çatmazsınız. Bu ayə də ehsanın, yaxşı əməllərin fəzilətini bizə bildirir. Əzizlər, Məhəmməd Peyğəmbər əleyhissalam buyurur ki, insanların ən xeyirlisi insanlara daha çox fayda verəndir. Yəni cəmaata daha çox fayda verən insanların içində ən xeyirlisi hesab olunur. Bunun da mənası budur, nə qədər insanlara xidmət etsin, böyük savabı vardır. Yəni insanların ehtiyaclarını ödəməkdə, xeyir şərində iştirak etməkdə, onlarda arxada ayaq olmaqda, yaxşı əməllər etməkdə böyük savabı Allah Peyğəmbəri bizə bildirir. İcazə məhəbbəti ilə söhbəti davam edib. Demək, Peyğəmbər əleyhissalam buyurur, insanların ən xeyirlisi elə insanlara daha çox fayda verəndir. Böyük bir Ayətullahul Uzma, Quran təfsirçisi, alim var idi. Məhəmməd Fazil Lənkərani. O rəhmətlik demişdi, siz vacibi namazları qılın, müstəhəb namazlar ki qılırsınız, onları saxlayın, gedin xalqın işinə yarayın, insanlara kömək edin. Əgər soruşsalar sizdən, soruşsalar qiyamətdə niyə nafilə namazları, savab namazları qılmadın? Deyirsiniz ki, böyük alim şeyx Ayətullah Üzma Lənkəran Fazil eşitmişiz də, o dedi. Fazil Lənkəranlı gedib rəhmətə, yəni böyük alim idi, Ayətullah idi. Yəni o alimin də sözü budur ki, müstəhəb namaz, o ki savab namazlar var, ona vaxt sərf edirsən, vacibi qılmalısan. O savab namazların yerində oturubsan, neçə saat namaz qılırsan, deyir get xalqa, cəmaata kömək elə, onun işlərində yardımcı ol. O daha savabı çoxdur. Yəni Peyğəmbər də dedi, bir daha təkrar edirəm, insanların içində ən üstünü, insanlara daha çox fayda verəndir. Bu göstərir ki, insanlara, bəndələrə Allahın xidmət etməyin böyük savabı vardır. İmam Cəfər Sadiq buyurur əleyhissalam, bir kasıbı, bir ehtiyaclını, mümini doyurmaq Allah yanında böyük ibadətlərdəndir. İmam Baqir əleyhissalam buyurur, bir kasıba yemək versə, Allah ona cənnət nemətlərdən bəxş edər.
İmam Ali aleyhissalam buyurur, sədaqə və ihsan ruzini artırar, bəlanı uzaqlaşdırar. Camaat, məsəl üçün bir üryana, kasıba geyim vermirsən. O geyim onun əynində nə qədər var? Peyğəmbər buyurur, sən ölməzsən, odda yanmazsan, suda qərq olmazsan. Çünki sənin verdiyin libas sənin sığortandır. Ona görə sədaqələr, yaxşı əməllər insanın ruzisini artırır, bəlanı ondan uzaqlaşdırır. İmam Hüseyin aleyhissalamın ehsanı ilə bağlı ki, əzizlərdən soruşan var idi. Bu yaxşı bir ənənədir. Məsəl üçün, hələ Məhərrəm ayı, yəni imamın 40 mərasimi hələ qurtarmayıb. Ölkəmizdə hər yerdə, kətlərimizdə, şəhristanlarımızda, cəmaatımız ki, imam süfrələri açıblar, veriblər, böyük faydaları var. İmam Hüseyin aleyhissalamın adı ilə verilən süfrələr, əziz cəmaatımız, gözəl ənənələrdəndir. Əhl-i Beyt aleyhissalam buna sifariş edibdir. Orada məqsəd İmam Hüseynin yolunu yaşatmaqdır. Allah'ın rızasını qazanmaqdır. Kərbala şəhidlərini, o faciəni yad etməkdir. O ehsanatda acları doyurmaq və insanlar arasında məhəbbət və birlik yaratmaqdır. Bax, bunlar hamısı Allah rızası üçün olunmalıdır. Və imamların adına açılan süfrələr Allah Taala'nın nemətinə şükürdür. Sədaqədir və ehsandır ki, savabları çoxdur. Quran-Kərimin bayaq bir neçə ayə dedim, əmrlərinə tabi olmaqdır, yəni yaxşılıqlar etmək və mərhumların ruhuna savab o süfrələrdən hədiyyə etməkdir. Əhl-i Beytin məhəbbətini özünə gətirməkdir. Bu ehsan veriləndə məxsusi imam süfrələri üçün buyururlar, bir neçə diqqət etmək lazımdır bu ehsanı verərkən bir neçə məsələyə. Yalnız Allah rızası üçün verilməlidir, israf edilməməlidir. Kasıblar və ehtiyac sahibləri unudulmamalıdır. Riya və özünü göstərməkdən çəkinmək lazımdır. Ehsan verərkən Quran oxunması, dua edilməsi və İmam Hüseyin aleyhissalamın müsibətinin yad olunması savab əməllərdəndir ki, insanlar gərək ona əncam edir. Allah-u Teala Əhl-i Beytin razı qaldığı işlərə, Allah Taala'nın özünün razı qaldığı bənzərçiliyə, sevimli Peyğəmbər əleyhissalamımızın razı qaldığı işlərə biz dua edirik, siz əzizləri, xalqımızı muvaffaq eləsin inşallah.